Salam əziz izləyicilər. Bugün yenidən sizinlə Haydayda yeni nələr var, onlara baxıb onlar haqqında məlumat verəcəyik. Yeni etkinlik gəlib, minik patika və daha fazla əkin var. Bunlarda hər hansı əkini sulaya, elə bir əkəndə 2 qat götürəcəyik. Daha sonra minik patikada maşın göndərib hədiyələr qazanırıq. Başlayaq maşınlardan. Həm də əlavə burada da hədiyələr götürmək olur. Maşın oynayanda. Görürsünüz. Hər iki tərəfdən də hədiyyə qazanmaq məncə yaxşı, qəşəngdir. Görək bizə nə verir, nə hədiyyələr verir. Deməli ilk pul verir, sonra hədiyyə verir. Mən baxıram ki, hansı az onu götürürəm və hansı sərfəlidə onu götürürəm ən çox. Niyə bu? Burada da eynən elə, nə azdır, nə daha sərfəli də eyni qaydayla. Daha sonra görək nə hədiyyələr verir, çiçəklər verir. Çiçəklər biz almaq lazımdır ki, daha yaxşı olur ki, çünki kataloqda bu kataloqda olan etkinliyə aid olanlar götürürük və tasarımda istifadə edirik. Həm burada hədiyyə qazanırıq, həm də tasarımda istifadə edirik. Ona görə deməli bu maşın oyunu oynamaq hər tərəfli sərf edir. Yenidən hədiyyə götürürük. Belə görək. Yenə də pul qazandıq, çiçəkləri qazandıq. Deməli çiçəklə də dekorasyonlar alırıq, amma ki hələ ki 100 olsa bu dekorasyonu alacağım. Burada bizə əlavə yenə burada hədiyyə verir. Bir də reklam izləyəndə də əlavə 50 dənə çiçək almaq olur. İndi görək derbi. Derbidə bax mən derbini oynamışam. Bu səfərki derbini bitirdim. Birinci yerdəyik. Derbi bitəndə buradakı hədiyyələri götürəcəyik. Daha sonra baxın məndə oldu 120 dənə. Mən bunu alıram. Və yaxud da ki saxlayıb, çoxaldıb bunlardan da almaq olur. Buradakı dekorasyonları da alırsan, daha sonra tasarımda istifadə edirsən. Və tasarımdan da istədiyin hədiyyələri götürürsən. Bu arada inəklərim niyə ac qalıb burada? Eynən farm pası da oynayıram. Hələ ki mən hədəflərimi yerinə yetirdiyim üçün mənə hələ yeni sezon hədəfləri gəlməyib. 11 saatdan sonra yenilənəcək. Bunları da oynayacağım. Belə. Keçən səfər sizə bunu paylaşmışdım. Yerel Pioneer bitdi. Mən hər gün oynadım və axırda ödülləri də aldım. Və o ödüllər sayəsində buradakı dekorasyonlardan aldım və puan aldım. Daha sonra keçək indi tasarıma. Tasarımda burada ağaçlar olurdu. Mən indi onları götürmüşəm. Onları edirsən və burada ödül almaq üçün görevlər verir. Misal üçün ki, mən görevin birini yerinə yetirmişəm. Daha doğrusu ikisində, yəni bu ağaçları falan təmizləmişəm. Görevlər yeni. Daha sonra burada mənə deyir ki, misal üçün də dekorasyonlar yerləşdir. Misal güllər və yaxud da ki əlavə belə güllər və yaxud da bu dekorasyonlar. Və bunların hansı aldıqlarım da var, olanlar da var, olmayanlar da var. Olanları yerləşdirəcəm, o birisilər də
yavaş-yavaş alıb yerləşdirəcəm. Və bəzi dekorasyonlar var ki, bunlar ödənişlə bizə təklif olunur burada. Yəni ödəniş edib də bunları ala bilərsiniz. Belə burada baxın. Bunlar misal üçün ki, və yaxud da almaz da ala bilərsiniz və yaxud da ki, ödənişlə də almaq olur. İndi başlayaq, görək bizdə nə var. Baxın tüm dekorasyonlar. Deməli burada baxırıq və yaxud da ki bura keçirik. Misal bunlar bu hələ yoxdur da, gəlməyib oyuna, gələcəkdir. Bunlar yoxdur, hələ gəlməyib və yaxud da olanlar misal üçün ki bu var, məndə həmən bunu belə yerləşdirə bilərəm. Bunları belə yerləşdirib daha sonra isə misal üçün bax bu da var. Mən onu qoyduqca bax burada 2 olur. Deməli mən burada bunları yerinə yetirdiyimə görə mənə məlumat verir. Daha sonra baxaq bu da olmalıdır, almışdım. Harika ağac var. Bax qoyduqca görürsüz. Mənə bunları da hər ikisini almışdım. Mən indi bunları belə sərgəsiz yerləşdirirəm. Daha sonra sərgəli şəkildə yığacağam. Sonra bu yoxdur. Yəni ödənişlə almaq olur. Daha sonra ne var? Cennet ağacı yoktu. Dekorasyonlardan bunlar bunlar da var. Hələ gəlməyibdi. Katalogdadır. Hələ gəlməyibdi. Gəldikcə onları da alıb yerləşdirəcəm. Daha sonra burada deyir ki 20 dekorasyon yerləşdir özündən və yaxud da ki 20 çit yerləşdir. Çitlərə də ki bunlar aiddir, bu çiçəklər aiddir. Belə. Bunları da alıram. Daha sonra dekorasyon tamamlananda irəlidəki oyunlarda sizə onu göstərəcəm. Keçək, görək hansı tərəvəzlərə bonuslar var. Bax, pambıqda elə bil ki bir dənə yox, 3 götürürsən də əkəndə. Pambıqdır, civit otudur, bir də balqabaqda. Belə. Mən oyun oynayan zaman nə azdır, ən çox onu əkməyə başlayıram. Taxıl hər zaman lazımdır, ehtiyacdır bu heç. Əlavə misal üçün bunlar misal üçün mənim üçün kifayətdir. Misal üçün baxıram ki pomidor azdır, onu əkirəm. Daha sonra nədən azsa onu edirəm ki stabil qalsın. Daha sonra biber yoxdur. Çay da yeni açılıb. Bir də mən səviyyəm yeni artdığına görə açılan brokoli təzə açılıbdır. Olmayanda da belə ödəniş edib yenidən alıb çoxaltmaq da olur. Əlavə. Və yaxud da burada dönər ağacı gəlib. Daha sonra yazdı sonraki. Bu da belə. Yeni döner kebab tezgahı gəlmişdi. Keçən oyunda da göstərmişdim sizə. Mən pendir yoxdur deyə hazırlamaq olmur. Bunlardan hazırlayaq. Nə azsa. Hə, bax. Yeni 83 səviyyədə məndən pirinçli omlet gəlib. Bunun yumurta azdı. Yumurta toplayaq. Bir də qoyaq hazırlansın.
Bildi ki burada yeni çiftliği özəlləşdirən, çiftlikdə dəyişikliklər eləmək istəyəndə ucuz endirimli var. Misal üçün evin üstünü dəyişmək üçün 10 qəpiyə bu var, belə var. Bunların almaq olur. İstəsəz eyni maşınlar da elə və yaxud da ki dükkanı da elə dəyişmək olur. İstəyən maraqlanıb istifadə edə bilər. Sərfəlidir. Nasıl onlardan hazırlansın. Bugünlük bu kadar dostlar. İnşallah gələn oyunlarda yenidən yeni yeniliklərlə sizə məlumat verərəm. Son bir-iki dəfə də maşın göndərək ki oyun bitsin. Hədiyələrimizi alaq. Deməli axıra 40-a çatanda 50-yə çatanda ondan almaz aladı. Deməli hələ ki burada da yenə qəpiklər bu açarlar sayəsində də hədiyyələr almaq olur. Burada açarları göstərir sayını. Yaxud da 490 olanda bu ödül dekorasyon olur. Ödüllər. Burada isə genişlətmə sandığı verir və genişlətməyə aid olan nardan verir bizə istifadə üçün. Bugünlük bu qədər. Gələn oyunlarda yeniliklər haqqında sizə məlumat verəcəm.